Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebu'l Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibinat tahirinel masuminel mukerremin. Siyumel hucceh beqiyetillah fil aradin. Ruhi ve arvahul alemin li turabi maqdamihil fida ve la'natullah ala a'daihim ecma'in. Minel ana ila qiyam yevmiddin. A'udhu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri. Vahlul uqdatan min lisani yefqahu qavli. İnanclı insan olarak, dindar olarak biz elan eləməliyik ki, dinimizi dərk eləmək və əməl etmək arzusundayıq. Dünyada mövcud olan digər məktəblər mənim nəzərimcə sona çatmaqdadır, tükənməkdədir. Çünki icra olunublar və nəticəni göstəriblər və nəticədə bəşəriyyəti qane eləməyib. Artıq gələcək haqda vəd verə bilmirlər. Gələcək haqda nəsə deyə bilmirlər. Amma biz bu düşüncədəyik ki, bizim dinimiz hələ icra olunmayıb və biz bunu ifadə etməliyik yorulmadan. Ki, bizim dinimiz icra olunmayıb. Bizim keçmişdə bir nümunəmiz yoxdur. İnsanlar var örnək olaraq, peyğəmbərlər, imamlar, məsumlar və bəzi insanlar. Amma dinin icra olunmasının nümunəsi yoxdur. Din icra olunmayıb, bugünə qədər icra olunmayıb. Və biz bunu ifadə eləməliyik. Ki, cəmaat elə düşünməsin ki, müsəlmanlıq bizdə olandır. Bizdə olan şeyin adı müsəlmanlıqdır. Mən bunu tənqid, təhqir mənasında demirəm. Yəni, biz hələ müsəlmanlığın icra olunduğu dövrü görməmişik. Və bunu çəkinmədən deməliyik. Biz hələ İslama əməl eləməmişik. Biz gələcək nəslə elan eləməliyik ki, biz hələ Allahın dininə əməl edə bilməmişik, əməl edə bilmədik hələ ki. Bizim əlimizdə olandan daha gözəldir, qat-qat daha gözəldir bu din. Bizim göstərdiyimiz din deyil. Hələ biz iddia eləyə bilmərik ki, biz İslamı icra elədik. Bu, bir mənalı şəkildə belədir. Və bu din icra olunmağa başlasa, biz dünyaya gözəl bir yaşayış təqdim edə bilərik, həyat təqdim edə bilərik. Bu dinin icra olunmasının ilkin əlaməti budur ki, bizim həyatımızı səhmana salmalıdır. Bizim həyatımızı səliqəyə salmalıdır. Müasir dövrdə qərb dəyərləri insanları rifaha, rahatlığa dəvət edir. Və mən düşünürəm ki, bu bizim xeyrimizədir. Onların dəvət elədiyi istiqamət bizim xeyrimizədir. Nə mənada? Eybi yox, sən insanları ləzzət və rahatlığa dəvət elə. Göndər onları rahatlığa tərəf, ləzzətə tərəf. İnsanlar görəcəklər ki, sənin göndərdiyin istiqamətdə onu tapa bilmirlər. Onu tapa bilmirlər və belə şəraitdə biz həqiqi ünvanı göstərə bilərik. Bu işlər bizim xeyrimizə gedir. Çünki keçmişdə insan bu qədər ləzzət və rifah axtarışında, rifah deməzdim, rahatlıq axtarışında deyildi. Çünki bəşəriyyət hələ minimum ehtiyaclarını ödəmək üçün çalışırdı. İndi nisbətən bir sıra məsələlər həll olub deyə ləzzət, rahatlıq mövzusu daha aktual olub və bu dinin xeyrinədir. Bir zaman insanlar minimum ehtiyaclarını dünyadan danışama ümumiyyətlə qarşılamaq üçün çalışırdılar. Hərçənd ki, indi də dünyada elə yerlər var ki, insanlar minimum ehtiyaclarını təmin etmək üçün gecə-gündüz çalışır.
Amma müəyyən bir mərhələ qət eləyib və bugün ləzzət, rahatlıq daha çox gündəmdədir. Dövrün çağırışları fərqlidir və bu bizim dinimizin xeyrinədir. Bu bizim dinimizin xeyrinədir. Çünki biz əminik ki, heç kəs insan rahatlığına, ləzzətinə, xoşgüzaranına düzgün ünvan göstərə bilməyəcək. Buna tam əminik biz. Tam əminik. Həm dəlillərimiz var, həm praktika bunu göstərir ki, bu ünvanı göstərə bilməyəcəklər. Amma biz inanmalıyıq ki, biz bunu göstərə biləcəyik. İmam zuhuru bilirsiniz nədir? İmam zuhuru budur. Axtarışda olan bəşəriyyətə ünvanın göstərilməsi. Doğru ünvanın. İmamın zuhuru bu deməkdir ki, bəşəriyyət axtarışdadır və elə bir zaman gəlir ki, axtarışda olduğunu, axtardığını heç kəs verə bilmir və üst-üstə düşür. Axtardığı ilə təqdim olunan və insanlar ona tərəf cəzb olunur. İmamın zuhuru bu deməkdir. İmamın zuhurunun praktiki tərəflərini açıqlamalıyıq ki, biz ümumiyyətlə dəfələrlə bunu demişəm, bilməliyik kimi gözləyirik, niyə gözləyirik, gözlədiyimiz dövr haqqında təsəvvür olmalıdır. Yoxsa ki, biz İmam Zamanı bir şəxs olaraq təkcə gözləmirik. İmam Zaman onun qurduğu düzənlə gözlənilir. Yoxsa ki, məsum imamlar olub insanlar arasında. Amma onlar özü də dua eləyib onun gəlişini istəyiblər. Niyə məhz onun gəlişini istəyiblər? Çünki o gəlib dini icra edəcək. Təkcə söhbət məsum imamın varlığından getmir, dinin icra olunmasından gedir. Bunu indidən biz başlamalıyıq eləməyə. Bu mövzular bəzən, məsələn, cərəyan eləyən müxtəlif hadisələr fonunda bəziləri ilə düşünür ki, bu mövzular biraz elə bir sönü idi filan da. Əksinə, bunlar daha çox aktualdır. Fundamental məsələlər bunlardır. Problemlərin də kökündə bu şeylər dayanır. Biz bunun üzərində daha çox düşünməliyik. Heç bir cari hadisə bizi bu fundamental hədəflərdən yayındırmamalıdır. Çünki bu karvan istənilən halda öz hədəfinə doğru hərəkətdədir və hərəkət edəcək. Buna heç bir şübhə yoxdur. Biz edə bilmirik, həmin o təqdimatı düzgün edə bilmirik. Bizim əsas dərdimiz bundadır. Bu dinin gözəlliklərindən biri, əsas, birinci, belə deyək də, dindarlığın ilk təsiri nədir? İnsanlara rahatlıq və aramlıq verir. Bu dinə düzgün əməl olunsa, əgər ilk təsiri dünya həyatının düzəlməsidir. Yorulmadan bunu demək lazımdır. Nə qədər biz dini mücərrəd anlayış olaraq təbliğ etsək, dünyadan qopuq, əlaqəsiz şəkildə təbliğ etsək, bir o qədər dinin müştərisi olmayacaq və yaxud da xüsusi tip insanlar arasından çıxacaq. Amma din praktiki əhəmiyyətini göstərməlidir. Dindarlıq ilk növbədə bizim həyatımızın keyfiyyətini dəyişməlidir. Hələ ki biz buna nail olmamışıq. Buna nail olmamışıq. Dindarlığın ilk təsiri budur ki, insanı bir çox xəstəliklərdən, stresdən, bu fikir verirsiniz, indiki dövrdə kimi danışdırsan, hansısa bir psixoloji xəstəlikdən əziyyət çəkir. Və dindarların da içində bu var. Bu panik məsələlər, digər psixoloji sarsıntılar heç zaman indiki qədər çox olmayıb. Nə qədər mənə yazırlar, danışırlar, insanlara baxırsan üzünə, qiyafəsinə, görürsən ki, normal durumda deyil. Mənəvi, psixoloji müvazinətini itirib. Bu dinin ilk olaraq aradan apardığı şey stresdir, pərişanlıqdır, narahatlıqdır. Bu dində insanın mənəvi narahatlığı, stres keçirməyi ən ciddi nöqsanlardan sayılır. Və bunun kökünü bu din aparır imana bağlayır. Bir insan stres içində yaşayırsa, deməli imanı zəifdir. Deməli Allahı düz tanımayıb. Və bu şəkildə yaşamaqla biz ilk növbədə dinimizin abrını aparırıq. Bu din insan həyatına asudəlik verməlidir. Bədbinlikdən insanı qurtarmalıdır. Pozitivlik verməlidir. Bu dinin mövzusu təkcə axirət və mənəviyyat deyil, xahiş edirəm buna diqqət edin. Bu dinin əsas mövzusu təkcə axirət və mənəviyyat deyil. Bu dinin əsas mövzularından biri həm də dünya həyatının islah olunmasıdır. Peyğəmbər ilk olaraq qohumlarını dinə dəvət edəndə axirətdən danışmadı. İlk dəfə insanları ki, yığdı, qohumlarını evinə yığdı. Peyğəmbər buyurdu ki, əgər mənim dinimi indi qəbul etsəz,
dünyanın sərvərinə çevriləcəksiniz, dünyanın qüdrətinə çevriləcəksiniz. Fikir verin, nəyə dəvət elədi ilk olaraq? Hara çağırdı insanları? Bu aləmdə sərvər olmaq istəyirsinizsə, qüdrətlə yaşamaq istəyirsinizsə, mənim dinimə gəlin. Peyğəmbərin ilk sözü bu oldu qohumlarını yığanda. Ənzir əşirətəkəl əqrəbin 1-ci ayə idi ki, qohumlarını çəkindir, dəvət elə. Peyğəmbər onları dedi, dinimi indi qəbul etsəz, dünya qüdrəti sizin əlinizdə olacaq. Fikir verin, Peyğəmbər hansı uzaq görən məqsədi bəyan edir. Axirətdən danışmadı, dünyadan danışdı. Dünyası abad olmayan insanın çətin ki, axirət abad olsun. Qeyri-mümkündür hətta. Bu dünyada şad yaşayanlar cənnətə gedə bilər. Dünyada şad olmayan cənnətə gedə bilməz. Bilirsiniz, bax, misal deyim sizə, bəsit misal. Hər bir yerə, bir məkana onun əhli toplaşar da, elə deyil. Məsələn, əyləncə məkanına əyləncə əhli gedər, elm məkanına elm əhli gedər. Görürsən, ədəbiyyat əhlidir, zövq əhlidir, yığışır, şüəra məclisi təşkil edir, orada toplaşır, elədir. Cənnət şadlıq yeridirsə, ora şadlıq əhli getməlidir. Şad olanlar, şadlığın qədrini bilənlər. Sevincin də öz əhli var da, sevinclə yaşamağı bacaranlara cənnət qapısı açılar da, elə deyil. Qara gündə yaşayan, bədbəxt gündə yaşayan sevinc məkanında nə işi var? Hər yerə onun əhli gedir. Baxırsan, deyirsən, burada yığışır filan kəslər. Cənnətdə də yığışır, cənnət nədir? Cənnət mütləq şadlıqdır, mütləq sevincdir. Sevinc əhlinin yığışdığı yerdir. Məncə, cənnətin belə izahını biz verməmişik insanlara. Sevinənlər, sevincin qədrini bilənlər, şad yaşamağı bacaranlara aparır ki, sənin yerində, sən bunun əhlisən, burada sənin yerindir. İdmansını apararlar idman zalına ki, əsas sən, bax, nə istəsən sənin ixtiyarındadır. Bilir ki, orada şad olacaq da, bunun ölümü idmandır da, həyatı idmandır. Bir elm adamını apar kitabxanaya deyilən, bu kitablar sənin ixtiyarındadır, gözü işıqlanacaq ki, mən elə bu lazımdır. Oturum elə kitabları yiyim gözlərimdən, heç nə lazım deyil mənə. Bir dənə də adam eşişrət əhlidə apar onu gəzməyə, əyləncəyə deyilən, otur burada, çal, oyunu özün üçün, deyər, xoşbəxtlikdir mənim üçün. Cənnətdə də necədir? Cənnətdə deyir ki, sevincin qədrini bilən, sevinc əhli, görün, bura sizin yerinizdir. Yaxşı məntiqdir, düzgün məntiqdir əlbəttə ki. Qaragün adamın orada nə işi var? Bədbəxt biçarə adamın, bədbin adamın, onların yeri deyil. Biz dünya həyatının indikindən qat-qat çox keyfiyyətli yaşaya bilərik və yaşamalıyıq. Təəssüf ki, bunu danışan həmişə deyirəm ki, mənəm. Təəssüf ki, bu halda olan adam çıxıb buradan danışmır ki, sözü ilə halını da ötürə bilsin cəmaata. Amma da neyiniyəm, mən bilməm, yarı yoldan qayıda bilmərəm. Neçə dəfə düşünmüşəm ki, bəlkə bu məsuliyyət yükü mənim üçün çox ağırdır. Bəlkə, amma görürsən ki, elə yerə gəlib çatmışıq ki, mənim kimilərdə geriyə də yol yoxdur. Danışmaq da bir cür əziyyət verir adama ki, axı, bu danışılanla mənim həyatım arasında ciddi fasilə var. Amma neyiniyəsən, qalırsan çətinlikdə ki, danışmasan bir cürdür, danışırsan bir cürdür. Həqiqətən, mənim öz problemlərimdir, içimi narahat edən məsələlərdir ki, sizlə bölüşürəm. Biz mənəvi dəyərlərə üst tutsaq, ilk növbədə bizim dünyamız abad olacaq. Onun təsiri həyatımızda hiss olunacaq. Axirət üçündə gedən insan, axirətə doğru hərəkət edən insan da bu prosesdə dünyası başlayır abad olmağa. Necə ki, biz məsələn Bakıdan Gəncəyə gedəcəksə, orada müxtəlif şəhərlərdən keçməyimiz də təbii olur da. Gərək məsələn, filan şəhərdən keçəsən, filan şəhərdən. O yol istər-istəməz bu məntəqələrə də səni çatdırır. Axirət xoşbəxtliyi məqsədi də qoysaq, əgər bu prosesdə, bu hədəfə doğru gedən yolda bizim dünyamız abad olacaq. Dünyamız abad olmalıdır. İmam Zaman gəlib dünyanı abad edəcək axirət yolunda. Mən həmişə deyirəm ki, təsəvvürüm az da olsa var, adam düşünür də, deyirsən, kəş insanlar görərdi ki, yaşamaq nədir? Bax, bilirsiniz, İmam zuhur eləsə, Allah qismət eləsin, biz o günü görək, daim səbrimiz tükənir də, səbrimizin tükənməsini də özünə elan eləməliyik, Allaha elan eləməliyik.
İlahi əzüməl bəla dualarda var. İlahi bəlalar çoxalıb və çox şikayətlər var ki, daxil olmaq istəmirəm də o dualarda. İlk olaraq o zuhur eləyəndə insanlar deyəcək ki, yaşamaq buymuş. Biz indiyəcən yaşamamışıq. Bax, birinci söz, birinci zehnə gəlir. Deyəcək, həyat buymuş. Biz indiyəcən yaşadığımızın adı nə idi? O ləzzətini ki, dadını ki, çıxardacaqlar həyatın. Cəmaat elə bilir, imam gəlib ibadətlə yükləməyə adamı. Gəlib insanları yükləsin, ibadətə çağırsın, filan, duanı oxu, filan. Valla təsəvvür yanlışdır. İmam yükləməyə gəlmir, yükdən azad eləməyə gəlir. İnsanlar birdən rahat nəfəs alacaq, çiynindən yük götürüləcək. Deyəcək, biz indiyəcən yaşamaq nədir bilməmişik. Yaşamaq buymuş. Və dinin məntiqi budur. Din o xoş yaşayışı bəxş eləmək istəyir insanlara. Onun yolunu göstərir insanlara. Din bəşəriyyətə mənəvi nicat vermək istəyirsə, əvvəl gərək maddi baxımdan bəşəriyyətə nicat versin. Zuhur fəlsəfəsi budur. Liyuzhirahu aləd-dini kulli. Din tam gərək icra olunsun. Din tam icra olunmağa başlayanda insanın həyat keyfiyyəti artır. Həyatdan aldığı zövq artır. Ona görə bəzi insanlar, mən o gün bir alimin yazısıydı, oxuyurdum. Bir dostumuz daha doğrusu göndərir ki, bu mümkündürmü? Yazıb ki, günah mümkün olmayacaq, günah necə? Açıq olacaq qapısı, gedən olmayacaq. Xəyanət olmayacaq. Bilirsiniz niyə? İnsana həyat lazım olan kefi versə, çatışmazlıq olmasa günaha ehtiyacsız olduğunu insan başa düşəcək. Bilirsiniz günaha niyə çox gedir insanlar? Həyat lazım olan zövqü vermir, keyfi vermir, çatışmazlıqlar ruhda. Vadar eləyir ki, gedim bəlkə bunu təcrübə eləyim, gedim onu təcrübə eləyim, özümü dağa daşa vurum. Amma o baxımdan insan aram olsa, çox təbiidir insanın günaha getməməyi. Çox çətinləşdirmişik sadə məsələləri. Ona görə bizə deyəndə qəribə gəlir, deyir ki, bu da cəmaatı məsələn nağılla aldadırlar, yeryüzü belə olacaq. Xeyr, həyat insanı tam qane eləsə, adam nəfəs almaqdan ləzzət alsa, valla günaha tərəf getmək haqda düşünməz. Ehtiyac olmaz günaha tərəf getməyə. Din bizə elə bir həyat verir ki, onda narahatlıq olmasın. Problem olmasın demirəm, amma narahat olmayaq, narahat yaşamayaq. Olmaz narahat yaşamaq. Olmaz məsələn, bir saniyəsində Allah rəva bilmir ki, problem olacaq, çətinlik olacaq, narahat yaşamayın deyir. Heyifdir yəni, heyifdir. Bu həyatın bir saniyəsi də heyifdir. Və çox vaxt, bunlar hamısı müqəddimə idi. Həftədə bir dəfə bizim fürsətimiz olur danışmaq deyə biraz çox danışırıq. Məcbur oluruq müqəddiməni də uzadaq. Amma gələk çıxaq məsələnin məğzinə. Rahat yaşayışı təmin edən ən əsas amil deyərdim. Ən əsas amil təvəkküldür, Allaha təvəkkül eləməkdir. Özə təvəkkül haldır, əməl deyil, ona görə asandır. Heç də hər fəzilətli şey ən çətin olan deyil, bilirsiniz bunu da deyim sizə. Bəzən biz eləmir ki, bütün fəzilətli şeylər çətindir, yox. Bəzən asan şeydə böyük fəzilət var. Bu qaydanı da mənimsəyək. Bəzi çox böyük fəzilətlər var ki, asan işdədir. Məsələn, Məhərrəm ayda danışırdıq. Nə qədər fəzilət var İmam Hüseyin ziyarətinə, İmam Rıza ziyarətinə. Amma zərrə çətinliyi yoxdur. Asan, ya məsələn İmam Hüseyin əzadarlığına, İmam Hüseyinə qəmlənməyə, çətin deyil axı. Asandır, amma fəziləti də çoxdur, ləzzəti də çoxdur. Cənnətə getmək çətin deyil, valla. Cəhənnəmə gedirik, gərək təəccüblənək. Təəccüblüdür ki, adam cəhənnəmə necə gedir? Təvəkkül asan və mükafatı çox olan keyfiyyətdir. Allaha təvəkkül eləmək. Bir var, bəlaya düşürsən, nəsə başına bir bəla, bir xalqa görsən, Allah eləməsin, zəlzələ gəlib, bəla gəlib, çətindir də bu. Allah da əzir verir çətinliyə. Biri də var, yox, asan işə böyük əzir verir və təvəkkül o şeylərdəndir. Təvəkkül asandır, haldır, hal özündə yaradasan və böyük bir əzir verir.
Bəzi ibadətlər, hallar var ki, çox asandır, amma dərəcəsi çox yüksəkdir. Fəziləti çoxdur. Belə də olur. Allaha təvəkkül asan bir xüsusiyyətdir. O qədər də zəhmət lazım deyil. Təvəkkül nədir? Təvəkkülü bir cümlə ilə deyə bilərəm. Təvəkkül ancaq və ancaq başının üstündə bir həqiqətin olduğuna diqqət eləmək. Allah adında həqiqət. Allah başımın üstündədir. Və bunu vəssalam. Bu qədər sadədir. Allah başımın üstündədir. Allah mənəndir. Buna diqqət eləmək. İnsan necə aram yaşayır? İlk növbədə zehni aram olarsa, xəyalı arxayın olar. Xəyalın dir, rahat olsun. Rahat olasan. Bu rahatlığı təmin edən şey təvəkküldür. Dünən bizim evdə uşaq mənə deyir ki, niyə biz Allahı eşitmirik? Niyə bizlə danışmır? Məsələn, hərdən bir desin, elə filan. Uşaqdan sual da yaranıb onda soruşur məndən. Mən öz-özümə sonra düşünürəm, adam uşaq da bir söz deyəndə fikirləşirəm ki, doğrudan da niyə? Sonra fikirləşirəm ki, çox da ehtiyac yoxdur Allah eşitməyə, ehtiyacımız yoxdur. Çox sözə ehtiyac yoxdur. Dedim də uşağa öz dilində başa saldım. Bəli, o bizə kitab göndərib danışıb, amma hər dəqiqə hər şey deməyə ehtiyac yoxdur. Biraz diqqət çox şeyə çatdırır bizi. Peyğəmbərinə Allah buyurur ki, fəzəkkir, innəmə əntə müzəkkir. Sən onlara xatırlad, onlar bilir hər şeyi. Nəsə öyrətmək, dərdən qabıqdan çıxmağa ehtiyac yoxdur. Yadlarına sal, bilirlər, içərində var. Xatırlat sadəcə. Allah bizə deməlidir ki, mən sizlənəm hər dəfə. Çətindir bunu başa düşmək ki, o bizləndir. Allah deməlidir ki, mən sizi sevirəm. Bunu çətindir başa düşmək. Sevgidən başqa nə səbəbi var bizi xəlq eləyib? Ehtiyacsız varlığın. Allah bizə deməlidir ki, mən qüdrətliyəm. Hər dəfə nə üçün bunu desin? Mən bunu başa düşmək çətindir. Allah hər dəfə deməlidir, başqalarından qorxma, mən sənnənəm. Bunlar axı çox sadə məsələlərdir. Olduqca sadədir, diqqət etmirik, diqqət eləmirik. Bəzi məsələlərə vallah çox çətinləşdirir. Bəzi məsələlər var ki, diqqət eləmək kifayətdir ki, aram yaşayaq. Yanımızdan keçir, diqqət eləyəndə aram yaşaya bilirik. Təkcə aram yaşayaq yox, həm də hadisələr dəyişsin. Təvəkkülün iki təsiri var, yadınızdadır, keçən həftə dedim. Bir, psixolojik rahatlıq, o mənləndir. Bəziləri bilir ki, təvəkkülün faydası bundan məhdudlaşır, bitir. Yəni, mən bildim ki, Allah mənnəndir, çətinliklər olacaq, amma mən rahat olacam. Yox, belə deyil. İkinci təsiri də var. Təvəkkül hadisələrin gedişatını dəyişmək gücündədir. Bir söz deyim sizə. Biri mənə zərbə vuracaqdı, tutaq ki, zərbə vuracaqdı. Qorxmadım, Allah qoymur ona mənə zərbə vursun. Hadisə dəyişir. Təvəkkül təkcə hal deyil, hadisələrə təsir göstərir. Biri birinə zərbə vuracaqdı, Allaha arxalandı, Allah qoymadı onu zərbə vursun. Bu olur, bu olur. Təvəkküllü deyil ki, onsuz da olacaq, olmalıdır, sən sadəcə aram ol, yox. Təvəkkül olacaqları dəyişir. Bir başına bir nəfər birinə zərbə vuracaqdı, Allah gördü ki, bu şir ürəyi yiyib, Allaha söykənib, Allah dedi ki, qoymayın onu vursun, bu mənə söykəndi, mənə arxalandı. Mələklər deyir, buna zərbə dəyməli idi, filan. Deyir, yox, təqdirim dəyişdi. Bu ki, rahat yaşayır, buna mükafat verməliyəm. Rahat yaşamağın mükafatı budur ki, o zərəri qoymuram ona, bu mükafatdır. Necə yəni, mən rahat yaşayıram, sən mənə mükafat verirsən? Bəli. Allah xoşlayır da biz rahat yaşayaq. Ana necədir? Övladı şad olanda o da şad olur. Allah da belədir. Görəndə sən şadsan, o da şad olur, yəni məmnun olur, razı olur səndən və sənə mükafat verir. Mükafat verir. Allah analardan 100.000 dəfə, milyon dəfə, rəqəm azizdir deyəsən, nə qədər artıq mehribandır. Allah xoşlayır ki, biz rahat yaşayaq. Biz rahat yaşamaq üçün xəlq eləyib. Və biz rahat yaşayanda başlayıb bizə mükafat verməyə, bir çox bəlaları bizdən uzaqlaşdırır. Təvəkkül nədir ki, həqiqətə inanmaq?
İki həqiqətə inansaq təvəkkül əhliyik. İkicə həqiqətə. Bir, Allah mehribandır, ən mehribandır. Məni çox sevir. İki, Allah çox qüdrətlidir. Qüdrətin qabağında heç nə dayanmaz. Bu iki şeyə inanmaq. İnana bilmirik biz. Bizim arxamızda qüdrətli və rəhimli Allah dayanır. Deyir, ged mən sənnənəm. Yenə titriyirik. Falan kəs neynəyəcək? Deyir, mən sənnənəm. Deyir, eşidək səsini, nə qədər desin? Neynir səsini eşitmək? Çətindir bunu başa düşmək. Biz çox zaman bilirik, mehribandır Allah, amma qüdrətinə şəkk edirik. Danışanda deyirik, yox, Allah hər şeyə qadirdir. Biz saçan şəkk edirik və həyatımızda olur, böhrandır. Hər şey dirənib də məngənəyə düşmüşük. İşıq görsənmir. Orada ki, deyirsən, vay, batdım, deməli, sən deyirsən, Allahın qüdrəti yoxdur. Biz əslində o məqamda Allahın qüdrətinə inanmırıq. Qüdrətinə inanmaq budur ki, deyirsən, vay, batdım, nədir? Güc onun əlindədir. Mən hadisələrlə nə işim var? Bu hadisələr barmağın işarəsi ilə dəyişər. Barmağın işarəsi ilə hadisələr çox cüzi bir şeylərdən olsun. Amma biz indi deyirik, Allah qüdrətlidir falan. O məqamda görürük, yox, çıxış yolu yoxdur. Başlayırıq qüdrətə şəkk eləmək, o da bacarmayacaq. Deyir, Allah bacarmayacaq. Dildə demirik, ürəyimiz bunu deyir. Ona görə düşürük sarsıntıya. Təvəkkül budur ki, iki şey var Allahda, ona inanasan. Bir o mərhəmətlidir, bir də qüdrətlidir. Keçən dəfə dedim, biri olsa, biri olmasa yenə təvəkkül eləyənməyəcək. Çünki ola bilər biri mərhəmətli olsun, gücü çatmasın bizə kömək eləməyə. Amma bizi çox sevsin. Yaxud da qüdrət olsun, bizi sevməsin. Biri çox adam var, gücü var, məni sevməyəndən sonra, mənlə heç bir əlaqəsi olmayandan sonra mənə niyə kömək eləməlidir? Amma Allah iki xüsusiyyəti cəm eləyib. Deyim, mən həm güclüyəm, ən güclüyəm, gücümün qabağında heç nə dayanmır. O səni qorxudanlar var, bir dənə barmağımla nəzərəm olar. Səni qorxudan hadisələr var, onlar bir saniyə dəyişərəm. Və mən səni sevirəm, səninlənəm. Allaha təvəkkül eləməmək, Allaha qarşı hörmətsizliyidir. Hörmətsizlik bəs necə olur? Yəni, sən bacarmırsan, təvəkkül eləməməyin mənası budur. Yəni, narahatsan demək, sən bacarmırsan. Bunu ədəbsiz şəkildə Allaha deməkdir. Təvəkkül eləməmək halı budur. Və biz bu hörmətsizlikdən Allaha çox eləyirik. Tez-tez eləyirik. Ona görə təvəkkül eləməməyə görə cəzalanır insanlar. Həyat cəzalandırır onları. Bəzən bəla yox idi mənim təqdirimdə. O qədər ona-buna arxalandım. O bir söz dedi, bu bir söz dedi və başladım, Allah getdi, yadımdan çıxdı. Başladım ona-buna arxalanmağa, Allah ki, buna bəla verin, adam olsun, özünə gəlsin. Başa düşsün ki, heç kim heç nə eləyə bilməyəcək buna. Heç kim heç nə eləyə bilməyəcək, bunu başa düşsün. Təvəkkül həm insanı aram eləyir, həm də həqiqətləri dəyişir. Hadisələr dəyişir, reallıqları dəyişir. Sən təvəkkül eləyərsən, reallıq sənin xeyirvə dəyişər. Hadisələr sənin xeyirvə cərəyan eləyər. Sən nə var, halın dəyişdi. Allah mənəndir dedin, dünyanın hadisələrini Allah dəyişdi sənin xeyirvə. Allah haqqı belədir. Buna adam inansa yaxşıdır. Buyurur ki, mən inqətə iləllah, kəfahullah, kullə məunə. Buyurur, kim hər şeydən qopub Allaha bağlansa, Allah hər çətinlikdə kifayət eləyəcək ona. Sıxıntı deyil, Allah deyir, mən bəs eləmirəm sənə. Mən bəs eləmirəm. Təvəkkəltü aləl hayyilləzi la yəmud. Nə qədər deyir, bunları öyrədir bizə. Diri olan ölümsüz Allaha təvəkkül elədim. Hasbiyallah, ni'məl vəkil, ni'məl mevla və ni'məl nəsir. Allah mənə bəsdir, o nə gözəl vəkildir, nə gözəl mövladır, nə gözəl yardım göstərəndir. Bunun ruhu va hopdur, rahat get yaşa, şu yaşa. Ondan sonra buyurur ki, və rəzəqəhu min haysu la yahtasib. Heç güman eləmədiyi, hesablamadığı yerdən yetirəcək. Kim ki, qopub ona bağlansa, və mən inqətə ilə dünya vəkkələhu iləyh. Deyir, kim ki, dünyaya, Allahdan qopub dünyaya tərəf getsə, Allah dünyanın ümidinə buraxar. Deyər, ged o dünya, sən ged görüm harazan səni əlindən tutacaqlar. Ged görüm. Sən ki, dostuva söykənmişdin. Elə bir şərait yaranacaq ki, hamı aciz baxacaq.
Axı bu eləyə bilərdi bunu. Allah deyir, get, buna söykəndin, get, o da sən. Get, o da sən gör nə olur, axırı nə olur. Əslində, heç nə bizim sərmayemiz deyil Allahdan başqa. İndiyəcən nəyə söykənmişiksə deyə, əstəğfirullah Rabbi və tubulə. İstiğfarın elə əsası budur. Çünki şirkdən istiğfar eləməkdir bu. Allaha şərik qoşmaqdan. Təvəkkül budur Əleyhisselamın Kumeylindəki kimi. Bir cümlə desən, mən li qeyruk, səndən başqa kimin var? Səndən başqa hansı qüdrətə sığınım? Biz deyirik, ilahi sən kömək elə, amma dostlarım da var, filan yerdə adamım var, pulum da var. Belə olmaz, belə təvəkkül olmaz. Onlar heç biri yoxdur əslində, yoxdur. Onlar vasitədir, Allahın vəsilələri. Söykənsən, hansı bir evin yıxılacaq? Hansı birinə söykənsən? Qopmaq lazımdır. Can verəndə necə olur? Can vermək mənzərəsini təsəvvür eləyin. Ən yaxın adamlar başımızın üstündə durur və baxırlar aciz-aciz, həkim baxır aciz-aciz. Qohum baxır, övlad baxır, hamısı baxır. Allah haqqı indi də elə vəziyyətdəsən. And olsun yeri göyü yaradan Allaha. Heç fərqi yoxdur. Heç fərqi yoxdur. Orada sən deyirsən, mən li qeyruk, ilahi səndən başqa kimin var imiş? Heç kəsin. İndi də həmin vəziyyətdir. Səs-küy çoxdur elə bilirsən. Həmin vəziyyətdir. Həmişə hamı təslim əlini qaldırıb sənin qarşında. Mən bacarmıram. Allahdan başqa heç nəyim yoxdur. Soyuducu doludur, elə yanaş ki, elə bir boşdur. Dolu olanda da elə yanaş, elə təvəkkül elə Allaha. Hər dəfə aylıq maaş alırsan, hər dəfə o aylıq maaşı kartdan çıxardanda, yəni nəqd alanda, ilahi, çox şükür sənə, indi sən getirdin bunu mənə. Maaşdır deyə arxalanma ki, o var da yox. Onu hər dəfə təzə yetirir sənə, özü yetirir sənə. Hər dəfə təzə ruzudur o. Hər dəfə təzə qərar verib onu sənə yetirməyə. Sən elə bilmirsən ki, o elə yazılıb da, o da heç, onu işdən verirlər, Allah görəyinə verir. Elə deyil. Heç kəs heç nə vermir insana. Heç kəs heç nə vermir. Belə olsan çox qüdrətli olacaqsan, güclü olacaqsan. Təvəkkülün mənası bilirsiniz nədir? Allah sonsuz qüdrətini deyib bəndən verdim sənə, sənin ixtiyarındadır. Mənim qüdrətimdən istifadə elə necə istəyirsən. Görün, nə böyük bir gücdür bu. Adam çox qüdrətli olur. Bu sözü mən indiyəcən deməmişəm, deyim, bəzi insanlar var o qədər qüdrətlidirlər ki, gərək diqqət eləsinlər ki, qüdrətlərindən kiməsə zərər dəyməsin. Bunun özlərini, qüdrətlərini cilovlamaqla məşğuldurlar. Oxumuşdum ki, gənc tələbədir, gəlir bir Arifin yanına, Arif mədrəsə müdürüdür, haqşınas. Gəlir ona deyir ki, sən düzgün idarə eləmirsən, filan eləmirsən. Adama tənqid eləyərlər, bunlar səsini qaldırır, qışqırır, bağırır filan. Bu, sakitləşdirmək istəyir, görür, alınmır. Həmin gün deyir, çıxıb gedirlər, ikisi də faciəli şəkildə ölür. Gəlib xəbər verəndə deyib, başını aşağı salır, deyib, mən Allah şahiddir, çox çalışdım. Çox çalışdım ki, bu bəlanın qabağını alım. Öz qüdrəti var, öz qüdrətinin qabağında acizdir adam. Görür ki, ona hörmətsizlik olur. Bilir ki, bunun ruhunun qüdrətidir, onu cəza, Allah bunun vasitəsilə ona cəza verir. Çalışdım deyə mən söyləyim ki, eləməsinlər, gördüm də dil başa düşmür. Tez də söhbəti saxladım ki, özlərini bədbəxt eləməsinlər. Ustad Şahabaddən danışmışdım, deyir, hamama gəlir bir nəfər, ədəbsiz adam, tərbiyəsiz bir söz deyir ona. Sonra deyir, səhəri gün oturub dərsdə biri görür ki, cənazə aparırlar, deyir, dünən səni təhqir edən adamdır. Deyir, başını yerləyir, ölənə qədər təəssüflənir ki, kaş cavabımı verərdim, Allah cəzalandırmaz. Öz qüdrətidir bunun, bilirsiniz, ruhunun qüdrətidir, ruhunun gücüdür. Başqalarını, özü də öz qüdrəti ilə bəzən bacarmır. Qəribə bir aləmdədir onlar. Ona görə onlar özlərini tanıyır. Ona görə malikəşlərə biri hörmətsizlik eləyən kimi, bilir ki, cəza alacaq, gedir tez məscidə onun üçün dua eləmək ki, o bilmədi onu elədi. Götürür xurmanın, çürük xurmanı atır ona, bilmir də maliki tanımır. Bunu çox eşitmişsiniz, uşaqlıqdan eşitmişik bu hadisələri. Gedir birbaşa məscidə ki, dua eləsin, Allah onu bağışlasın. Çünki özünü tanıyır. Özünü tanıyır, bilir ki, o cəzalanacaq.
Qüdrəti nədə idi Malikin? Deyir, qaranlıq bir gecədə, adamsız səhrada Malik yol gedər, ayağı dəyər vəhşi çöl heyvanına, vəhşi çöl heyvanı hürüb onun üstünə hücum çəkər, Malikin gözü qırpılmaz. Bu hədisdir ya bu, gözünü qırpmaz. Təvəkkülün hansı dərəcəsidir? Təvəkkülün hansı dərəcəsidir? Təvəkkül elir deyə qüdrətlidir, güclüdür. Və təvəkkül çox zəhmət istəmir, diqqət istəyir. Diqqət istəyir. Mən əhəbbə ən yəkuna əqvən nas fəlyətəvəkkəl alallah. Peyğəmbərimiz buyurur. Buyurur, kim istəyir ən güclü adam olsun, Allaha təvəkkül eləsin. Bax, gücdən danışır. Qüdrət istəmirsən, hər şeyə gücün çatsın, gedib onun qapısında əzilmə. Vasitələrin qapısına gedib, dəqiq də get, vasitəyə müraciət elə, hesabla, hamısı öz yerində. Amma arxalanma, get bir qüdrəti arxalan ki, deyim mən sən, qüdrət məndədir. Bu qapısına getdiyin o vasitələr var, hamısını məndən zərrə qüdrət vermişəm, onu dəqiqədə ala bilərəm, hər an. Onun qapısında gedib özünüz aciz eləmə. Mənə söykən, səni öz qüdrətimə şərik eləyim. Yəni, mən Allahın qüdrətini verdim sənə, get nə qədər istəsən bəhrələn, ixtiyarındadır sənin. Həzrət Cəbrail, Həzrət Peyğəmbərə deyir ki, bilirsən təvəkkül nədir? Allah sənə xəbər verir ki, mənə deyib ki, sənə deyim bunları. Əl-ilm bi-ənəl məxluq la yadurru və la yənfə. Deyir ki, təvəkkül budur ki, biləsən məxluq, yəni yaranmışdan, sənə nə xeyir gələr, nə zərər. Bunu bilmək təvəkküldür. Heç kəsdən sənə nə xeyir gələr, nə zərər. Və la yu'ti və la yəmnə. O sənə nə bəxş edə bilər, nə səndən əsirgəyə bilər. Özümün başıma gəlib, adamlar çox müraciət edir də, görürsən, məsələn, elə bilirlər bizim imkanımız çoxdur. Başa sala bilmirik ki, bizdə o qədər imkan yoxdur da, indi insanları da başa düşürəm. Görürsən, amma bəzən, məsələn, özün də bilmirsən, kimsə əlindən tutur, deyir, apar buna yardım elə. Bir də yer var, görürsən, gəlir, görürsən, ki, kimsə mane olur sənə. Bizdə xüsusən asandır da, bu bizim özümün, mən iş adamı deyiləm ki, görürsən, bizim ixtiyarımıza kimsə pul gəlir, vəsait qoyur ki, bunu filan adamlara çatdır, onsuz da kiməsə verəcəkdir, bizə qalası deyil ki o. Onsuz da biz çatdırmaq da bizim işimizin adı budur, bir işimiz də budur. Amma görürsən ki, bəzilərini, görürsən ki, idarə eləyən var onda. Çünki axı sən özün bilirsən ki, bu xəsislikdən olmadı. Çünki mənim deyil axı ki, mən xəsislikliyimi verməyim. Onsuz da mən bunu verməliyəm. Amma görürsən ki, Allahın deyir ki, sən inanasan ki, məxluq sənə nə fayda verər, nə zərər, nə sənə bəxş eləyə bilər, nə əsirgəyə bilər, idarə eləyən odur. Onlar hamısı ortada vəsilələrdir, vasitələrdir. Və axırda da bunu deyim, sözüm yavaş-yavaş yekunlaşdırıram. Bu cür təvəkkül halında olan adamın əxlaqı da dəyişir, bilirsiniz? Əxlaqı da dəyişir, yox, əxlaqı dəyişir. Elə əsas budur. Əxlaqı dəyişir. Bu qəzəbli olmur, bu kobud olmur, bu xəsis olmur, bu paxıl olmur. Xəsis niyə xəsis deyiləsin ki, bu adam? Bilir ki, ruzu Allahın əlindədir. Bunu verməliyəmsə verimdə, Allahın əlindədirsə, xəzinə onun əlindədir. Niyə xəsis deyiləyim? Niyə paxıllıq eləyim bir adama ki, hər şeyi verən Allahdır, ona o neyməti veribsə, istəsə mənə də verəcək. Bölgü onun əlindədir. Təvəkkül adamı nuranə eləyir, ixlaslı olur insan. Hədisdə var, təvəkkül əhli Allah üçün əməl eləyir ancaq. Rahat yaşayır. Biri onu tərifləyəndə narahat olur. Çünki gözü Allahdadır. Tərifləyəndə bilsin, ya narahat olur onlar. Bir yaxşı iş görür sənə, sənə tərifləyirlər. Bunlar bilsin, ya narahat olur. Deyir ki, olmaya, ay Allah, mükafatım elə bu olacaq. Olmaya cəmaatın tərifi mənim mükafatımdır. Olmaya belə olacaq. Cəmaatın hamısı ona alqış desin, cəmaatın hamısı ona lənət desin. Həqiqətən belə kişilər var ki, onların halına təsir buraxmır. Heç bir təsir buraxmır. Çünki Allaha söykənir. Hətta xidmət elədiklərindən zərər görür. Yaxşılıq elədiklərindən zərər görür. Ömrünü sərf elədiyi adamlardan təhqir görür, hörmətsizlik görür, zərrə narahat olmur. Onlar arxalanmamışdı əvvəl gündən. Ancaq Allaha söykənmişdi. Tamahkar olmur, cəmaatdan istifadə eləmir, gözü onun bunun cibində olmur, salamı verəndə plan qurmur. Çünki bilir ki, planı quranda ağılla, məntiqlə qurur ki, amma gözü Allahdadır, aramdır, rahatdır. Allah belə yaşayış istəyir. İstəyirsənsə, bütün aləm sənə xidmət eləsin, təvəkkül elə Allaha. İmam zuhur eləyəndə belə adamlar istəyir. İmamın belə köməkçisi olmalıdır. Səhabələrin çoxsunda bu çatışmırdı.
Peyğəmbər səhabələrin ən üstünləri hansıdır? 313 nəfər Bədir səhabəsi. Eşitmişsiniz də bunları. Bədir seçilmişlər idi də. İndi mən seçilmişlərin nöqsanını deyim sizə. Bədir döyüşündə müharibə vaxtı düşmən mühasirəyə düşür. Həzrət Peyğəmbər Həzrət Əliyə deyir ki, get onları öldür. İkisini öldürəndən sonra bunlar gəlir, ya Rasulallah, biz zəifi hələ onlardan bu qədər adam öldürməyək. Bəzən o adamların güya mərhəmət damarı tutur, yaxud da qorxurlar ki, hələ Məkkəlilər. Biz əvvəla bunu deyim ki, İslamda öldür əmri mərhəmətdən qaynaqlanır. Çünki bəzi insanları öldürməsən, bəşəriyyətin başına oynasacaq. Sən bəşəriyyəti sevirsənsə, ürəyin yanırsa, bəli, İslam adam öldürməkdən xoşu gəlmir, amma bəzən insanlığa ürəyin yandığı üçün, bax, indi biz bu alçaq düşməni öldürüb oradan qovmasaydıq, biz nə qədər illərdir biz zülüm çəkirdik onların əlindən. Mərhəmət tələb edir ki, gedəsən, azad eləyəsən, insanlar rahat nəfəs alsın. Və Peyğəmbər də deyir ki, bunları öldürün. Deyir, onlar güclüdür. Peyğəmbər buyurur ki, gəl onları əsir götürək deyirlər. Sataq müşriklərə pul əvəzində. Həm də onlarla işimiz olmasın da, onlar hələ güclüdür, biz zəifi. Peyğəmbər buyurur ki, Allahın əmri yoxdur, onları əsir götürün. Allaha təvəkkül eləyin, Allahın əmrini yerinə yetirin, heç bir zərər sizə toxundura bilməzlər. Deyirlər, ya Rasulallah, deyir, yaxşı. Neçə nəfər əsir qaytarırsınız onlara? Deyir, 72 nəfər. Deyir, 72 dənə etki verəcəksiniz, gələn iləcən. Uhud döyüşü olur, eyni sayda adam onlar öldürürlər. Eyni sayda. Təvəkkülsüz insan elə bilir ki, ona zərər vurarlar, amma Allah deyir ki, sən mənə sığın və lazım olan elə, düz olan elə, düz olan elə. Mən sizə bir söz deyim və sözümü bitirim. Belə düşünürəm ki, deyəsən elə bizim başımıza gələn bütün hadisələr və imtihanlar bizim təvəkkülümüzü yoxlamaq üçündür, başqa şey üçün yox. Deyəsən imtihanın fəlsəfəsi elə budur ki, görürsün nə qədər ona arxalanırsan. Sən demələ buymuş. İmtihanlar iki cür olur. Bir bəzən arxalanırsan başqalarına, onları vurur, onlar sənə sonra xeyir eləyə bilmir, aciz qalırsan. Və yaxud da bəzən bir necə olur, təvəkkül eləyirsən, işin alınmır. Görsün təvəkküldən əl çəkəcəksən, yoxsa yox. Belə də olur. Sən hər şeyi təvəkkül eləmirsən, getmirsən, gelsən daşa dəyərsən, deyirsən, nə oldu? Təvəkkülü burada imtihan edir ki, bəzən işi düyünə salır. Hətta sən tam təvəkkül halındasan, aram, gedirsən yenə də alınmır. Nə üçün? Yoxlasın ki, görsün sən təvəkküldən əl çəkəcəksən, yoxsa yox. O qısa olur, onu keçmək lazımdır. Peyğəmbər kimi adam Taifə gedir, bir dənə də adam, heç bir nəticəsi sayılmır da onun, nəticəsiz olur. Peyğəmbər Allaha təvəkkül edir, gedir. Bir nəfər dillər hidayət olur orada, amma bir şəhərə Allahın rəsulu gedir, işi nəticəsiz qalır. Peyğəmbərin də sən demə təvəkkülünü yoxlayır ki, sən təvəkkül elə, lazım olan elə. Bəzən olmayacaq nəticə, amma çox vaxt olacaq. Nəticə niyə olmur? Az halda olmur ona görə ki, xeyirvə deyil. Çox halda ona görə olmur ki, görsün, yenə təvəkkül eləyəcəksən, yoxsa əl çəkəcəksən. Deyirsən, nə oldu? Da bu dəfə təvəkkül eləmişdim, alınmadı. Sən demə, bütün imtihanlar təvəkkülün üzərindəymiş, Allaha təvəkkülün üzərindəymiş. Heç zaman şübhə eləməsin insan gərək. Ən ağır məğlubiyyət zamanı da desin ki, qüdrət mənimlə idi. Sadəcə nəsə bir oyun qurub mənim üçün. Bir hadisələr məni yoxlamaq üçündür. Yoxsa onun gücü tükənmədi. O diyanı belə baxır, gücü də çatır. Sadəcə bəzən gücünü əsirgəyir, görün, bu yenə mən arxalanacaq. Yoxsa elə bir dəfəlik idi. Bunun üçün də hərdən. Ona görə təvəkküldən əl çəkməyək. Təvəkküldən əl çəkməyək. Axırıncı bunu deyirəm də, təvəkküldən əl çəkməyək. Görək həyatımız necə rahat cərəyan eləyir. Və nə qədər hadisələr başlayır bizim xeyrimizə dəyişməyə. Və bəzilərdəki olmur, orada da biz aramıq ki, yəqin məsləhət deyildi və yaxud da bir dəfə, iki dəfə olmayanda təvəkkül eləyəcəksə, növbəti dəfəsində olacaq. Təvəkküldən əl çəkməyək, nə olursa olsun. İstəyir hadisələr bizim xeyrimizədir, istəyir zahirən zərərimiz olsun. Sözüm bu qədər, diqqətinizə görə təşəkkür edirəm. İnşallah gələn həftə hələ mövzumuzu davam etdirərik. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm. Və bil Hüseyni, ya Allah, 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 ya Allah. İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə.
Bu danışılan sözlər qəlbimizdə təsir elə. Bu danışılan sözlərə əməl eləməyi bizə nəsib elə. Kimlər ki, bizdən dua istəyirlər, iltimasla dua ediblər, hamısının hacətlərini rəva elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Bu məclisdə iştirak edən, evlərdən, hər yerdən bizi izləyənlərin ürəklərində nə hacətləri var, hamısının hacətlərini rəva elə. Bütün müşküldə olanların, çətinlikdə olanların çətinliklərini yədi qüdrətindən həll elə. Aqibətimizi xətmə bi xeyr elə. Dünyada İmam Hüseyin əleyhissalamın ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. İlahi tezliklə bu xəstəliyi, bu bəlanı bizdən uzaq elə. Bu xəstəliyə yoluxanların hamısına şifaya acil mərhəmət elə. Bu xəstəlikdən dünyasını dəyişənlərə rəhmət elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Şəhidlərimizin ruhunu bizə duaçı qərar ver. Yaralı əskərlərimizə, qazilərimizə tezliklə şifa mərhəmət elə. Düşmənlərimizin şərrini öz başlarına qaytar. Bizə hər libasda, hər vasitə ilə bu xalqla düşmənçilik edənlərin şərrindən hifz elə. Düşmənlərimizə tezliklə lənət elə. Düşmənlərimizə bir an belə fürsət vermə. İmam Hüseyin əleyhissalama əza saxlayanlar Məhərrəm ayında, qarşıda Peyğəmbər salavatullahın mövludu gəlir. Bu mövludda şad olan ürəkləri cəhənnəm odunda yandırma. Bizi bundan artıq bir-birimizə mehriban elə. Ailəmizdən, nəslimizdən haqq düşməni qərar vermə. Bu çətin zamanda bizi öz ictimai vəzifələrimizlə tanış elə. O vəzifələrimizi icra eləməyə müvəffəq elə. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. İmam Zaman ağanın zuhurunu tez elə. Bi-haqqı Muhammedin və alih və bi-haqqı surətil mübarəkətil Fatihəti məs-salavat.